İran və Ukrayna döyüş meydanlarında ucuz kamikadze dronlarının əsas təhlükəyə çevrildiyi bir şəraitdə Pentaqon görünür sehirli həll tapıb. İsrail kəşfiyyatına yaxın mənbələrin məlumatına görə Amerika Birləşmiş Ştatları hərbçiləri onlarla pilotsuz uçuş aparatını saniyələr içində sıradan çıxarmağa qadir olan super güclü mikrodalğalı silahı uğurla sınaqdan keçiriblər. Nəticələr inanılmazdır. Son sınaqlar zamanı sistem bir həmlə ilə 61 hədəf dronundan 49-unu zərərsizləşdirib. Klassik hava hücumundan müdafiə sistemlərindən fərqli olaraq yeni qurğu raket və ya mərmilərlə deyil, yönləndirilmiş elektromaqnit impulslarına əsaslanır. İş prinsipi sanki sinir sisteminin yandırılmasını xatırladır. Əvvəl ani yüklənmə, daha sonra isə güclü impuls dronun korpusuna nüfuz edərək onun elektron sxemlərində artıq cərəyan yaradır. Nəticədə idarəetmə dərhal itirilir və 1 millisaniyə içində aparatın naviqasiya, operatorla rabitə sistemləri və mühərrik idarəetmə blokları sıradan çıxır. Beyinsiz qalan pilotsuz aparat hədəfə çatmağa imkan tapmadan yerə düşür. Hərbi ekspertlər əmindirlər ki, bu cür sistemlər strateji obyektləri, hava limanları, elektrik stansiyaları və komanda məntəqələri üçün bir növ dəmir qalxana çevriləcək.